Yaxşılara can sağlığı olsun da. Yaxşılardan İraq o bir insanlardır. Mənə qarşı iki kəlmə oxumuş bu sözlər deyən. Mən həqiqətən də Allahın çox sevdiyi insanam. Mənim əlimlə sizlərə dəfələrlə və bu gün də çoxlu qəşəng proqnozlar verir. İndi nə demək istəyirəm? Növbə Türkiyədədir. İndi Türkiyəni Filistin üzərindən bir savaşa qatacaqlar. Elə hiss edirəm. Bu mənim hisslərimdir. Bu mənim hisslərimdir. Türkiyə üzərindən Türkiyə Filistin üzərindən bir savaşa qatacağını hiss edirəm. Rusiya savaşı bu yaxınlarda İrana hamının gündəm dünyanı baş qatdığı zamanı da daha çox alovlanacaq. Rusiya artıq büyük miqyaslı savaşa. Mən bunu demişdim, daha da çox alacaq. Sən bunları eşidirsən, sən onlara görə hər eşitdiyi sözünü deyib düz çıxır. Trump da dedi də savaş eləməyəcək, bitirdi. Trump da dedi də 24 günə savaş bitirəcək. Nə oldu? Deyirsiniz falan adama qulaq asırsınız. Bala sizin Trump dedi ki 24 günü mən savaş bitirəcəm. İndi mən ona qulaq asıb büyük dünyanın bir liderlərdən biridir. Ona qulaq asıb onun sözünə görə deməliydim ki savaş bitəcək. Demədim axı. Dedim ki mən hiss eləmirəm savaş bitəcəyini, Ukrayna savaşı. Trump o gün dedi ki İsraillə danışıqlara gedəcəyik biz. Heç bir şey olmamalıdır. Netanyahu'ya. Netanyahu da okey. Əgər siz bunları görmürsünüzsə bəzi təbəqə adamlar, açın YouTube'da bu dediklərimə mənə şər atarkən əvvəl bax. Əvvəl bax, harda nə demişəm. Sonra ona görə hərəkət elə. Ayın 11'ini savaş olacağını deyən, dəqiq rəqəmlə deyən adam, o demək deyil mən hər şeyi %100 görürəm. Arada olur ki, belə valına gəlir. Açın da, bu səhifədə var da, sonra danışın da. Tarixi nə qədər demişəm, nə istəyirsiniz? Niyə şər atırsınız? 44 günün savaşı olanda 45 günə savaş bitəcək deyən bir adamım. O da var. Açın tarixləri. Bu videonun arxasında basanda orada tarix görsənir. Savaş da aç nə vaxt başladığını bax. Nadimin proqnoz verdiyini bax vaxta bax. Əgər Nadimin verdiyi proqnoz verdiyi vaxtından əlavə kimsə ayın 11'i savaş olacağını demişdisə, qoy ortalığa. Bir insan özünə nə qədər güvənə bilər ki, bir gün çıxsın proqnoz versin ki, mən bugün savaşı görürəm. Onda belə çıxır ki, mənim İsraildə hansızsa bir büyük bir prezident səviyyəsində əlaqən olmalıdır ki, mənə onlar desin ki, biz bugün İranı vuracağıq. Ya, bəsdir. Bəsdir. O qədər də yox. Elə bir əlaqələrim olsaydı, mən sizə çıxıb burada proqnoz verməzdim heç. Əziz gözəl dostlarımız. Bunu görən zəlzələnin də olacağını görər. Ona görə də büyük hündür mərtəbəli novastroykalardan mümkün qədərilə gələcək olan aylarda, illərdə həyat evlərinə keçməyi, balaca boylu 5-9 mərtəbəli binalara keçməyi məsləhət edirəm. Türkiyədə də olan qardaşlar, Türkiyə olan proseslər, indi mən Türkiyə hökumətindən başçısına cənab Erdoğan bəy can sağlığı arzu edirəm. Həmişə Azərbaycanın yanında olan bir liderdir. Amma bu hal-hazırda Türk üzərindən, Filistin üzərindən gedən proseslərə savaş halına gətirməsi bu mənim hisslərimə yaxşı olacağını hiss etmirəm. Etməməsi lazım olduğunu düşünürəm. İndi qaldı ki, onlar nə bilir, nə bilmir. Elə ki, bilirsinizmi necədir? Dünyada liderlərə nə olur ki? Qərar verən lider həyatasına, heç nə. Mason babalar deyirsə ki, bu belə olmalıdır. Sən olmasın, o olsun. O olmasın, bu olsun. Bu olmasın, o olsun, o olmasın. Yəni kim olursa olsun, öz sözünə qulaq asan adamlara qoyacaqlar, deyəcəklər ki, davay. Çünki mason babaların istəyi 4-5 dənə büyük plan cızmaq və o plan üzərində bir-birinə düşmən kimi danışıqlar apararaq savaş yaratmaq, krizis yaratmaq, gərginlik yaratmaq. Olan kimə olur? Dinc əhaliyə. Məqsəd mason babaların insanı azaltmaq olur. Bunu həmişə demişəm və təkrar edirəm, hər zaman demişəm. Ay Rusiyanın, nə bilim, NATO'ya qarşı, ay NATO'nun Rusiyaya qarşı, ay nə bilim, orada uranium zənginləşdirməsinə hamısı qoyulmuş boş-boş kartlardır ortalığa. İran öz xalqının bugün sakitçiliyi qurumursa, nəyə lazımdır o uranium? Nə üçün hazırlaşdırırsan? İran xalqının güzaranı üçün eləyirsənsə, madem ki bilirsən, hesablayırsan ki, sabah sənin İranın hər yerini dağıdacaq, sən o uraniumun dalınca qaçırsansa, sənin məqsədin nədir? Sənə verilən tapşırığa görə sən bu savaşı yaradırsan. Filistin döndü, vurdu. Nə oldu? Qazandı mı Filistin? Filistin üzərində də bəzi liderlərin masonlara qulaq asaraq yaradan savaşın nəticəsi
İnsanların evləri dağıldı, insanlar öldü. Filistin nəyəsə əldə etdi mi, qazandı mı? Yox, nabart olanı da itirdi. Ukraynaya tırqa verdi Rusiyaya qarşı. Nə oldu? Olanı itirdi. Ya bunları bilirlər olanı itirəcəyini. Sadəcə olaraq bir-biri ilə savaş yaradaraq, kimlərsə onlara güvən verərək insan azaltmağa prosesə gedir. Bu qədər basit. Bu mənim şəxsi fikirlərimdir. Allah köməyin olsun. Hər bir kəsə sağ olun, var olun.